Dostlar, xoş gördük. Bugün sizi Cənub-Şərqi Asiyanın ən rəngarəng, ən fərqli və ən yadda qalan ölkələrindən biri olan Malayziyaya aparıram. Malaiziya bugün təkcə turizm deyil, eyni zamanda təhsilin, dinin və mədəniyyətin regiondakı əsas mərkəzlərindən biri sayılır. Bura sadəcə bir ölkə deyil, sanki eyni anda həm müasir şəhərlər, həm tropik adalar, həm qədim küçələr, həm də sıx yağış meşələri ilə nəfəs alan nəhəng bir dünyadır. Malaiziyanı xüsusi edən də məhz budur. Burada bir tərəfdə göydənələrin parıltısını, digər tərəfdə isə təbiətin, tarixin və fərqli mədəniyyətlərin gücünü hiss edirsiniz. Malaiziya əhalisinin sayı təxminən 34 milyon nəfərdir və Malaiziyanın rəsmi dili Malay dili hesab olunur. Malaziyaya gəlib Kuala Lumpurdan başlamamaq mümkün deyil. Şəhərin simvolu olan Petronas Twin Towers ölkənin ən tanınmış görüntülərindən biridir və Kuala Lumpurun müasir simasını bir baxışda göstərir. Bu qüllələrə baxanda insan anlayır ki, Malaiziya yalnız tarix və təbiət deyil, eyni zamanda çox güclü bir müasirlik enerjisidir. Xüsusilə axşam saatlarında işıqlanan şəhər mənzərəsi tamam başqa atmosfer yaradır. Amma Kuala Lumpur təkcə turizm mərkəzi deyil, eyni zamanda təhsil baxımından çox güclü bir şəhərdir. Malaiziyanın rəsmi beynəlxalq təhsil platformaları ölkəni beynəlxalq tələbələr üçün seçilən mərkəzi kimi təqdim edir. Burada yerləşən Universiteti Malaya ölkənin ən qədim universitetidir. Universitetin öz tarixinə görə kökləri 1905-ci ilə gedib çıxır. Bundan başqa International Islamic University Malaiziya akademik keyfiyyəti İslam dəyərləri ilə birləşdirən yanaşması ilə tanınır. University Putra Malaiziya isə tədqiqat və innovasiya yönümlü böyük ali təhsil ocaqlarından biridir. Yəni Malaiziyada universitet həyatı da ən az turistik yerlərə qədər diqqət çəkir. Malaiziyanın dini və mədəni müxtəlifliyi isə onun ən güclü tərəflərindən biridir. Məsələn, Batu Caves rəngarəng 272 pilləsi və mağaranın içində yerləşən Hindu məbədi ilə ölkənin ən məşhur dini məkanlarından sayılır. Putra Mosque öz çəhrayı günbəzi ilə Putrajayanın ən seçilən simvollarından biridir. National Mosque isə Kuala Lumpurda müasir memarlıq dili ilə yeni, müstəqil Malaiziyanın rəmzi kimi təqdim olunur. Şəhərdəki Məscid Jamek ən köhnə məscidlərdən biridir. Tian Hu Temple isə qızılı damlaları və fənərlərlə bəzədilmiş görünüşü ilə Malaiziyanın çoxdinli ruhunu gözəl şəkildə göstərir. Bu ölkədə dini obyektlər sadəcə ibadət məkanı deyil, həm də mədəniyyətin canlı hissəsidir. Əgər Malaiziyanın tropik tərəfini görmək istəyirsinizsə, istiqamət Langkawi olmalıdır. Bura mavi dəniz, yaşıl təpələr və ada rahatlığının birləşdiyi möhtəşəm bir məkandır. Langkawidə ən yadda qalan yerlərdən biri məşhur Sky Bridge-dir. Bu körpü Langkawi'nin səmalarında uzanan möhtəşəm memarlıq nümunəsi kimi təqdim olunur və oradan baxanda dağlar, ada mənzərələri və dəniz sanki bir tablonun içində birləşir. Malaiziyanın daha sakit və sərin üzünü isə Cameron Highlands göstərir. Çay plantasiyaları, dumanlı təpələr və yaşıl mənzərələr bu bölgəyə tamam başqa ovqat verir. Burada tropik ölkədə olduğunuzu bir anlıq unudursunuz. Cameron Highlands isə elə bir yerdədir ki, insan sadəcə gəzmək yox, həm də nəfəs almaq, yavaşlamaq və təbiəti dinləmək istəyir. Təbiətdən danışırıqsa, Taman Negaranı keçmək olmaz. Bura Malaiziyanın ən məşhur yağış meşəsi təcrübələrindən biridir. Meşənin dərinliyi, çay yolları, tropik səslər və vəhşi təbiət hissi insana şəhər həyatından uzaqlaşıb tamam başqa ritmə keçdiyini hiss etdirir. Elə bil burada zaman biraz daha yavaş axır. Malaiziyanın tarixini hiss etmək üçün isə Georgetown və Melaka mütləq görülməlidir. UNESCO bu iki şəhəri Malaka boğazının tarixi şəhərləri kimi tanıyır və onların 500 ildən çox davam edən şərq-qərb ticarət və mədəni mübadiləsinin izlərini daşıdığını vurğulayır. Burada küçələr, memarlıq, köhnə binalar və gündəlik həyatın özü belə keçmişlə bugünün yanaşı yaşadığını göstərir. Yenidən şəhər həyatına qayıtmaq istəyirsinizsə, Booking Bintang bunun üçün ideal yerdir. Bura alış-veriş, yemək, küçə həyatı və canlı şəhər enerjisinin bir araya gəldiyi bölgədir. Bu məhəllədə gəzəndə Kuala Lumpurun sadəcə paytaxt yox, eyni zamanda çox canlı, dinamik və daim hərəkətdə olan bir şəhər olduğunu bir daha yaxşı hiss edirsiniz. Malaiziya haqqında bu qədər dostlar. Gördüyünüz kimi bu ölkə təkcə bir səyahət istiqaməti deyil. Burada müasir şəhərlər, güclü universitetlər, fərqli dinlərə aid möhtəşəm ibadət məkanları, tropik təbiət və dərin tarix bir araya gəlir. Məhz buna görə Malaiziya insanın yaddaşında tək bir ölkə kimi yox, sanki bir neçə fərqli dünyanın birləşdiyi bir təcrübə kimi qalır. Növbəti videoda hansı ölkəyə səyahət edək? Təkliflərinizi kommentlərə yazmağı unutmayın.